Salam əziz məktəb dostlar və mən izləyən valideynlər. Bugün Zambax nəşriyyatının monitorinq vəsaitindən ikinci bölümə üzrə monitorinq B variantını izah edəcəm. Bədii mətin. Bakı xaricdən yeni sirk truppası gətirilmişdi. Dünyanın müxtəlif ölkələrindən cürbəcür heyvanlar uzun və yorucu səyahətdən sonra şərqin küləkli şəhərinə təşrif buyurmuşdular. Heyvanlar həm qatarla, həm də gəmi ilə uzun müddət səyahət etmişdilər. Lakin sirk truppasının əməkdaşları uşaqların və valideynlərin qarşısında şənlik havası yaratmaq üçün bu çətinliyi unudub sirkə hazırlıqlarını tamamlamışdılar. İnsanlar tədbirin başlamasını səbirsizliklə gözləyirdilər. Nərgizin valideynləri də qızlarını sevindirərək sirkə bilet almışdılar. Qapılar açıldıqdan sonra xüsusi formalı ağ əlcəklər taxmış şəxslər gülümsəyərək tamaşaçıları içəri dəvət etdilər. Nərgiz və onun valideynləri zala qalxıb nömrələnmiş yerlərini tapdılar. Tamaşa başlamağa yaxın idi. Ağ donlu, uzun saçlı bir qız yəhərsiz atın üstündə sürətlə və möhtəşəm akrobatik hərəkətlər edərək səhnəni fəth etdi. Biraz sonra fillər meydana çıxdı. Fillər qədim ərəb şeyxlərini xatırladan başa çalmalı artistlər ilə birgə zalın ortasında dövr etməyə başladılar. Şərq musiqisinin sədaları altında fillər öz salamını təqdim etmək üçün tamaşaçıların qarşısında dizlərini yerə qoydular və baş əydilər. Musiqi incəsənətin növlərindən biridir. Amma Nərgiz digər uşaqlardan fərqli olaraq əl çalmırdı. Valideynləri onu müşahidə edərkən qızların üzündəki donmuş baxışları gördülər. Anası ondan nə baş verdiyini soruşduqda Nərgiz dedi: "Ana, mən böyüyəndə sirkləri qadağan edəcəyəm." "Niyə qızım? Sən görmədin ana, sahibləri fillərin ayaqlarından vururdular ki, onlar bizi salamlasınlar. Məgər salamlaşmağı belə öyrətdilər? Yəqin ki, balaca olanda buna görə onlar çox ağlayıblar." "Ay ana, onların gözləri çox qəmli idi." Anası qızının sözlərindən çox təsirləndi və onu qucaqlayaraq dedi: "Mənim mələyim, o görünməz ipin fərqində olmadan mən də tamaşaya gülmüşəm. Gələcəkdə sənin kimi uşaqlar bizim dünyanı qoruyacaqlar." Nurdana İşıqdır bu mətnin müəllifi. Sirkdə fillərin hərəkətini izləyərkən Nərgiz nəyi hiss etdi? O, fillərin oyun oynadığını düşündü və gülümsədi. Nərgiz fillərin üzündəki kədəri gördü və narahat oldu. Bəli, cavab B variantıdır. Baxaq görə bu. Aha. Mətndəki fərqləndirilmiş ifadənin yaxın mənalı qarşılığı hansıdır? Fərqləndirilmiş ifadə təsirləndi sözüdür. Təsirləndi sözünün qarşılığı, yəni kədərləndi deməkdir. Nərgiz fillərin hərəkətlərini izlədikdən sonra nə düşündü? Fillərin sirki sevmədiklərini, fillərin tamaşa üçün hansı əzablara qatlaşdığını düşündü. Yəni bir salam vermək üçün fillərə nə qədər əzab verdiyini təlimçilərini düşündü. Anası qızının hisslərini anladıqdan sonra nə etdi? Sən sirkin qayda qanunlarına bələd deyilsən dedi. Xeyr, sən hələ kiçiksən, hər şeyi anlamırsan, bunda demədi. Baxın bunu dedi, sənin kimi uşaqlar dünyanı xilas edəcəklər. Nərgizin fillərin gözlərindəki kədəri görməsi gələcəkdə necə bir insan olacağından xəbər verir. Digər canlıların hisslərini daha yaxşı anlayacaq və onlara daha çox qayğı göstərəcək. Bəli, cavab A variantı. Mətndə hansı epizod daha sonra baş vermişdi? Fillərin tamaşa göstərməsi, ananın qızının sözlərindən təsirlənməsi. Elə budur məncə. Çünki fillər insanı əvvəldə səsləyir, Nərgiz və valideynlərin sirkə gəlişi əvvəldədir, qızla söhbəti isə sonlara doğrudur. Mətndə hansı sualın cavabı yoxdur? Nərgiz niyə gələcəkdə sirkləri qadağan etmək istəyirdi? Orada heyvanlara göstərilən şiddətə görə, təzyiqə görə.
Nərgiz hansı sözləri anaya təsir etdi? Nərgiz orada heyvanların əziyyət çəkdiyini bildirdi. Dedi ki, deməli, mən böyüyəndə sirkləri qadağan edəcəyim sözü anaya təsir etdi. Daha sonra sirk neçə saat davam etdi? Yəni, mətndə bu haqda cavab yox idi. Tamaşada hansı heyvan çıxış edirdi? Fil çıxış edirdi. Deməli, C variantının cavabı yoxdur. Nərgizin gələcəkdə sirkləri qadağan etməsi fikri nəyə göstərir? Heyvanların incidilməsinə qarşıdır. Bəli, doğrudur. Qarşısında rəqəm yazılmış hansı cümlə mətnə uyğun deyil? Dünyanın müxtəlif ölkələrindən cürbəcür heyvanlar uzun və yorucu səyahətdən sonra Şərqin küləkli şəhərinə təşrif buyurmuşdular. Deməli, uşaqlar, birinci aiddir. Yəni, heyvanların uzun yorucu səyahətindən sonra Bakıya gəldiyi bildirilir. Qapılar açıldıqdan sonra xüsusi formalı ağacəklər taxmış şəxslər gülümsəyərək tamaşaçıları içəri dəvət etdilər, yəni nəzarətçilər. Ağ donlu uzun saçlı bir qız yəhərsiz atın üstündə sürətlə və möhtəşəm akrobatik hərəkətlər edərək səhnəni fəth etdi. Bu da tamaşanın bir hissəsinə aid idi. Musiqi incəsənətin növlərindən biridir. Yəni, bu mətnlə bağlı əlaqəli bir cümlə deyil. Cavab D variantı. Mətnə əsasən insanların heyrətlənməsinin səbəbi nə idi? Uşaqların sirki maraqla izləməsi, vəhşi heyvanların ram edilməsi, akrobatın yəhərsiz atın üzərində hərəkətlər göstərməsi, Nərgizin fillərə qayğı ilə yanaşması. Deməli, burada ümumi zaldakı insanlardan gedirsə, akrobatın yəhərsiz atın üstündə hərəkətlər göstərməsi. Baxın burada. Bu akrobatik hərəkətlər, yəni nümayişlər insanları heyran etmişdi. Mətnə ən uyğun başlıq hansıdır? Qayğıkeş qız. Bəli, məncə elə bu A variantı çox uyğundur. Mətnə əsasən fillərə insanları salamlamağı necə öyrədirdilər? Deməli, fillərin ayağına vuraraq. Baxın, orada da deyildi ki, fillərin ayaqlarına vururdular ki, insanları salamlasın. Deməli, haradaydı? Deyir ki, fillər öz salamını təqdim etmək üçün tamaşaçıların qarşısına dizlərini yerə qoydular. Deyir ki, sahibləri fillərin ayaqlarından vururdular ki, onlar bizi salamlasınlar.